Daxil olan zənclərin Mövsüm öncəsi bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ölkəyə gələcək, eləcə də regionları səyahət edəcək turistlər üçün çox vacibdir. Bunu Azərbaycan Turizm Bürosunun destinasiyasının inkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev, Fövqəladə Hallar Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Fehen Akademiyasında tur bələdçiləri üçün turistlərin fövqəladə hallarda düzgün davranış qaydalarına dair təlimdə dedi. Onun sözlərinə görə Fehenlə birgə keçirilən təlim turizm sənayesi üzvləri, bələdçilər, xüsusi dağ bələdçiləri üçün mühüm addımdır. Bu təlim ümumiyyətlə turizm sənayesi üzvləri, bələdçilər, xüsusi dağ bələdçiləri üçün mühüm bir addımdır. Çünki həm yüksək sezon öncəsi turist bələdçilərin turistlərə qarşı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, istərsə də ölkəyə gələcək, regionlar səviyyəcək həm daxili həm də xarici turistlərin təhlükəsizliyi ilə bağlı vacib amil olacaq. Qeyd etmək istəyirəm ki, sahə ekoturizmin inkişafı Dövlət Turizm Agentliyinin də əsas prioritet sahələrindəndir. Hansı ki, biz təbiət və aktiv turizmin inkişafında xüsusi üstünlük veririk və regionlarda xüsusilə bu sahənin inkişafı mühüm prioritetimizdir. Dağ piyada marşrutlarının inkişafı, xüsusilə macəra turizmində standartların qəbul olunması və dağ bələdçiliyi üzrə dünya bu sahədə fəaliyyət göstərən federasiyalarla görüşlərin keçirilməsi bu sahənin daim nəzarətdə olduğu və prioritet olduğunun göstərgəsidir. Fehen və Dövlət Turizm Agentliyinin rəsmilərinin iştirak etdiyi tədbirə 50-dən çox tur bələdçisi cəlb olundu. Təlimin əsas məqsədi turistlərin təhlükəsizliyinin təmin edilməsi, bələdçilərin fövqəladə hallara hazırlıq səviyyəsinin və biliklərinin artırılmasıdır. Nəzəri hissədə Nazirliyin mütəxəssisləri tərəfindən bələdçilərə dağlıq, meşəlik, su və vulkanik zonalarda, eləcə də hava şarları və paraşütlər kimi ekstremal turlarda yarana biləcək risklər barədə ətraflı məlumat verilib. Təhlükəsizlik qaydaları və 112 qaynar xəttinin imkanları izah olunub. Daha sonra keçirilən praktik məşğələdə isə bələdçilərə xilas etmə avadanlıqlarından istifadə qaydaları əyani şəkildə göstərilib və şərti zərər çəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib. Sürüşmə nəticəsində əgər xəsarət almamız, yəni Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi Mayor Nizami Məsudov bildirdi ki, 112 qaynar xəttinə hər gün ortalama 8-10 min müraciət daxil olur. Əfsuslar olsun ki, qəbul olunan müraciətlərin mütləq əksəriyyəti 80%-i əsassız yanlış çağırışlardır. 112 mobil tətbiqi 112 ilə əlçatanlığın təmin olunması məqsədi ilə tətbiq olunmuşdur. Bu günləri turizm Azərbaycanda sürətlə inkişaf edir və bu müddət ərzində 112 qaynar xəttə daxil olan müraciətlərin də müəyyən hallarda xarici vətəndaşlar, əcnəbilərin müraciəti görsənir. Bu müraciətlərin qəbulundan yana mərkəz tərəfindən bir neçə xarici dil bilən ingilis, rus, ərəb dili hər növbədə olması təmin olunmuşdur. Əlavə olaraq əlil şəxslərin müraciətlərinin qəbulundan yana müəssərlik təmin olunmuşdur. Hal-hazırda turizm sahələrimizdə, bölgələrimizdə hər hansı bir fövqəladə hal baş verdikdə 112 qaynar xəttə ilk olaraq müraciət etməyi bütün şəxslərə tövsiyə edirik. Uğurla başa çatan təlimin sonunda iştirakçılara fəxri fərmanlar təqdim olundu.